Salam yoldaşlar, axşamınız xeyir. Gələk dünənki paylaşdığımız sualların cavablarına baxaq. Baxaq görə hələ. Deyir ki, bəndlərin birində yazılışı ilə deyilişi fərqlənməyən, bəndlərin birində yazılışı ilə deyilişi fərqlənməyən söz düzgün yazılmışdır. Belə suallarda nə edirik? Belə suallarda sualı parçalayırıq. Parçalayaraq tapmaq daha yaxşı olduğuna görə, elə asan olduğuna görə başlayaq tapaq. Bax, deyir ki, bəndlərin birində yazılışı ilə deyilişi fərqlənməyən söz. Bura qədər bir dənə yer oldu, eləmi? Yazışı və deyilişi fərqlənməyən söz deyəndə biz nəyə çıxırıq? E variantını çıxırıq. Çünki n bu hərf birləşməsində olan sözlər çər, şəm, bə olacaq. Yəni ki, n bu necə tələffüz olunacaq? M bu şəklində tələffüz olunacaq. Buna uyğun olaraq zanbaq sözü var. Şənbə sözü. Daha sonra zanbaqdır, şənbədir, çərşənbədir. Bu kimi sözlər nə olacaq? N bu kimi yazılacaq, amma M bu kimi tələffüz olunacaq. Ona görə E variantını çıxdıq. İyyət şəkilçisi. Uşaqlar, yadınızda belə bir şey saxlayın ki, əgər iyyəti bir şəkilçi kimi görürsünüzsə siz, yəni bir dənə qısa konkret niyyət sözündən başqa siz iyyəti harda görürsünüzsə, hökmən y-nin biri düşəcək. Bir dənə niyyət sözündə y düşmür. 2 dənə y yazılır, bir dənə y ilə tələffüz olunmur. Niyə? Çünki niyyət sözündə elə sözün kökü niyyətdir. Yəni bu sadə sözdür. Amma iyyət şəkilçisi adətən düzəltmə sözlərə qoşulduğuna görə, ona görə də y-nin birini harda görürsünüzsə o düşəcək. Bunu da bir qısa qeyd kimi yadınızda saxlayın. Daha sonra gələk bu variantına. Aksiyon sözü i-o hərf birləşməsinin ortasına bir dənə y əlavə olunacaq. Bildiniz? Bu da ona görə çıxdı. Cavabımız qaldı bir c, bir dənə də a. İndi gələk bura. İkinci yarısına buna baxaq. Söz düzgün yazılmışdır deyəndə. Baxın, büllur sözü büllur yazılır. Bullur yox. Ona görə C variantını çıxdıq və cavabımız nə qaldı? Analoji sözü qaldı. Həqiqətən bu sözün yazılışı və deyilişi fərqlənmir. Həmçinin söz necə yazılmışdı, elə də düzgün yazılmışdı. Ona görə də cavabımız A variantı oldu. Birinci sual belə. Daha sonra gələk ikinci sualımıza. İkinci sualda frazoloji birləşmələrlə bağlı bir sualdır. Bir qeyd kimi yadınızda saxlayın ki, bütün frazoloji birləşmələr mürəkkəb feildir. Nədir? Mürəkkəb feil. Bu nə belə getdi? Mürəkkəb feildir. Daha sonra bütün frazoloji birləşmələr 2 və daha artıq sözdən ibarət olur. Yəni bir sözdən ibarət olan frazoloji birləşmə ola bilməz. Yadınızda saxlayın. Daha sonra gələk nəyimizə? Sualımızın cavabını tapaq. Ağzı açıla qalmaq. Burada frazoloji birləşmələr verilibdir. Burada isə mənaları verilibdir. Baxaq görək o mənalardan hansına uyğun gəlir. Uşaqlar, ağzı açıla qalmaq, əgər bir kəsin ağzı açıla qalırsa, o dəli ola bilməz ki? Yox. Ya heyran olar, ya da çox təəccüblənər də. Ona görə C və D variantı nədir? Birən cavabıdır. Daha sonra ağlını itirmək nə ola bilər? Dəli olmaq ola bilərmi? Təbii ki. Ağlını itirən dəli olur da. A variantı belə getdi. Ağlında tutmaq, yadda saxlamaq, o da E variantı. Birə C, D2, A3, E. B variantı da cavabımız olacaq. Daha sonra gələk sualımızın yenidən digər suala. Hansı sözdə qarşılığı olmayan, həm cingiltili, həm kar samit işlənmişdir? Baxın, uşaqlar, 5 dənə samit var ki, L, M, N, R və H samiti. Bu 5 dənə samitlərdən bunun 4-ünün kardı cingiltilidir, amma bunun kar qarşılığı yoxdur. H samiti isə bunlardan fərqli olaraq kardır, amma bunun cingiltili qarşılığı yoxdur. Bildiniz? İndi gələk tapaq. Deyir ki, hansı sözdə qarşılığı olmayan həm cingiltili, həm kar samit işlənmişdir. Sözün tələffüzünə baxacağıq, belə olduqda. Sözün tələffüzünə baxanda, baxın. Birinci nə edirik? Yenə parçala hökmranlıq et hərəkatını həyata keçirərək sualı parçalayırıq. Bax, həm cingiltili, həm kar samiti olan, qarşılığı olmayan həm cingiltili, həm kar samit deyirsə, yadınıza saxlayın ki, bax görürsünüz, burada H samiti yoxdur. Ona görə heç qeyd şərtsiz nə edirik? A variantını çıxırıq. Gələk digər suallarımıza, gələk digər sözlərimizə. Dəzgah sözü necə tələffüz olunacaq uşaqlar? Gah şəklində tələffüz olundu. Elə, bizə lazımdır ki, qarşılığı olmayan həm cingiltili, həm kar samit işlənsin. D samitinin qarşılığı var. Ona görə və yaxud da Z samitinin qarşılığı var, G samitinin qarşılığı var. Bir dənə görürsünüz, H-nın qarşılığı yoxdur. Ona görə də E variantı da çıxdı. Daha sonra gələk nəyə? Dəhşətli sözündə necə tələffüz olunacaq? Elə dəhşət
D şəklində tələffüz olunacaq. Bir dənə H-nın qarşılığı yoxdur burada. Ondan qalan D-nin qarşılığı var, Ş-nın qarşılığı var, T-nin qarşılığı var, yenidən D-nin qarşılığı var. Ona görə bu da çıxdı. Bir gəldik B variantına, bir də gəldik C variantına. Baxaq görək indi. Həssaslıq olacaq burada. Burada isə həsrət nən olacaq. Həsrət nən şəklində tələffüz olunur. Gördüyümüz kimi, baxın ay uşaqlar. Burada heç bir cingiltili samitin, bütün cingiltili samitinin burada nəyi var? Qarşılığı var. Ona görə də bu da çıxdı. Bir dənə C variantıdır ki, bax H-nın qarşılığı varmı? Kar samit olaraq yoxdur. Cavabımızın biri H, işimizə yaradı. R-nın qarşılığı varmı? Cingiltili samit kimi. Bunun kar qarşılığı varmı? Yoxdur. Deməli görürsünüz. Bizə də bax bunlar lazımdır. L, M, N, R. Yoxdur. Deməli ödədi tələbimizi və yaxud da cingiltili samitlərdən N-nın qarşılığı varmı? Yoxdur. Ona görə də tələbimizi ödədi. Və cavabımız nə oldu? C variantı oldu. Gələk digər sualımıza. Deyir ki, nümunədə fərqləndirilmiş ifadəyə əsasən hansı nəticəyə gəlmək olar? Situasiya tipli bir sualdır. Sırf sizin məntiqinizə əsaslanır və elə də savad tələb etməyən bir sualdır bu sual. Sizin məntiqinizi yoxlamaq üçün atmışdım. Elşad elə adamdır ki, dəyirmanın deyir boğazından ölü salsan diri çıxar. Yəni Elşad necə adamdır? Elşad diribaş dirək adamdır. Mənası odur. Adam adama deyir, buna deyir ölüm deyir, yoxdur deyir. Dəyirmanın başından ölü salsan diri çıxar. Yəni həmin adam zirək, diribaş adamdır. Tənbəl adamdır? Xeyr, onun antonimidir. Dəyirmanda işləyir. Elə bir situasiyamız yoxdur. Elə bir o haqqda Elşad haqqında o qədər dərin məniyə məlumata sahib deyilik. Elşad artıq vəfat etmişdi? Yox, təbii ki. Ədalətsiz insandır? Xeyr. Cavabımız nədir? C variantıdır. Sağ olun. Allah əmanət.